Ümumiyyətlə belə bir qayda var. Allah qəlbin dərinliyinə baxır, qəlbin içinə baxır, dibinə, sirrinə deyirlər, baxır. Oradan nə görürsə onu libas eləyib adamın əyninə geyindirir. Qiyamətdə Allah qəlbləri yaracaq. Qəlb deyəndə bu ürəyi demirəm, ruhu açacaq, bütün qatlarını açacaq, qoyacaq sənin qarşına. Deyəcək, bunun əsasında söhbət edəcək səninlə. Qiyamət sorğu-sualı ruhdakı istəklər əsasında aparılacaq. Söhbət orada onun əsasında olacaq. Onda cəmaat lal olacaq. Sən nəsə eləmirsən günah, qiyamətin, elə bir qiyamətdə oturmuşuq Allahın üzərində. İncəlirlər bir-bir. Filan günah, filan əməl. Eləmirsən? Hə? Allah qəlbini yaracaq, ruhu açacaq, deyəcək, görürsən, burada istəmirsən. İstəmirsən deyə eləmirsən. Sənin bu istəklərin bu günahlarına səbəbdir.